Milli Hidrometeorologiya Xidməti bildirir ki, noyabrın 24-də Bakıda və Abşeronda hava dəyişkən buludlu olacaq, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-14, gündüz 16-20 dərəcə isti, atmosfer təzyiqi isə 762 mm civə sütun olacaq. Naxçıvan ərazisində də sabah yağıntı ehtimalı yoxdur. Arada bir axşam bəzi yerlərdə duman gözlənilir. Temperatur 16-19 dərəcə isti olacaq. Azərbaycanın əksər rayonlarında da sabah hava yağmursuz keçəcək, bəzi yerlərdə duman ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-9, gündüz 16-21 dərəcə isti, dağlarda gecə 1-6, gündüz 12-17 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.